Choose the correct answer to the question according to the passage. Mətnə əsasən suala doğru cavab seçin. What is one of the primary goals of Teknofest? Teknofestin başlıca məqsədlərindən biri nədir? Teknofestin məqsədləri mətnimizdə qeyd olunmuşdur ki, onun başlıca məqsədi ictimaiyyət arasında xəbərdarlıq etmək, daha sonra isə texnologiyanı cəmiyyət arasında məlumatlandırmaq və insanların diqqətini milli məhsulların istehsalatına, vacibliyinə daha doğrusu çəkmək idi. Və bu məlumata əsasən biz Y variantını to focus on significance of national production doğru götürülmüş olur. Yəni ki, milli məhsulların vacibliyinə diqqət yönəltmək. A variantında to show interest international products, beynəlxalq məhsullara diqqət yönəltmək səhvdir. To provide technical equipment to participants, iştirakçılara texniki ləvazimatla təmin etmək, belə bir məlumat qeyd olunmayıb. To hold competition for primary school students, ibtidai məktəb tələbələri üçün yarış keçirmək, yarış bütün təbəqələrə aid idi, bütün yaşlara. To organize aviation demonstration for kids, uşaqlar üçün aviasiya nümayişlərini təşkil etmək yenə yanlışdır, hamı iştirak edə bilərdi və onun əsas məqsədi də bu deyildi. Qeyd etdiyimiz kimi mətnə əsasən doğru cavab Y variantında verilmişdir.